Bazarın yolu ilə bağlı, bəlkə əksəriyyət yazır ki, mənə bazarın yolunu da çək, bazarın yolunu da çək. Həqiqətən də bazarın yolu çox bərbad vəziyyətdədir, görürsünüz. Dərin-dərin çalalar var. Yəni ki, nahamvar yerlər çoxdur, kələ-kötürdür. Normal yola çıxmaq üçün məcbursan çıxasan əks yola, ya da girəsən dərin çuxurlara. Bax, mən məcburam ki, burada çıxam sola, qarşıdan gələn yoluna, sonra da qaydam sağa, görürsünüz. Burada nə böyüklükdə quyular var deyərdim. Çox maraqlıdır. Bazar sahibi bu yola niyə əl gəzdirmir? Əslində, bazar sahibi üçün maraqlı olmalıdır ki, bazara, hər bazar minlərlə maşın gəlir. Amma indiki vəziyyətdə görürük ki, bazar sahibi bu yolla bağlı maraqlı deyil. Ya ola bilsin ki, büdcəsi yoxdur. Neynəsin? Hər avtomobilin 10-15 manatdan alıb bazara buraxırlar. Bu da 10-15 manat nə puldur ki? Yəni, götürəndə nə puldur ki? Ona görə də çox böyük ehtimalla büdcəsi yoxdur ki, o bazar yolunu düzəltsin.